Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebine Muhammedin ve ala alihi ve men istenne bi sünneti ile yevmiddin. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah kardeşler. Müvəffəqiyyət Allah'tandır. Allah Teala buyurur ki, Kur'an-ı Kerim'de peygamberlerinden bir öz qövmünədir ki, وَمَا تَوْفِقِ illa billah. Müvəffəqiyyətim yalnız Allah'tandır. Həmçinin elhamdülillah bütün nemətlər Allah'tandır. Allah Teala buyurur ki, وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ Allah. Sizdə olan hər bir nemət Allah'tandır. Başqa ayda Allah Teala buyurur ki, وَاَتَاكُمْ مِنْ كُلِّ مَا سَأَلْتُمُهُ. Allah sizə istədiyiniz hər şeydən verib. Vallahi biz baxsaq elə şeylər var ki, istəməmişik, Allah da verib. Elhamdülillah. Allah'a şükür eləmək lazımdır. Şükür eləsək Allah artıracaq. Nankörlük eləsək Allah Teala alacaq və üstəlik cəza da gələ bilər. Ona görə Allah Teala başqa ayda bildirir ki, mə yef'alullah bi'azabikum in şekertum və amantum. Əgər siz şükür eləsəz, iman gətirsəz, şükür eləsəz, Allah sizə niyə əzab versin? Allahın sizə əzab vermək onun nəyinə gərəkdir? Bu nəyə göstərir? Əzabın da qabağını alır. İman gətirmək, şükür eləmək. Və elhamdülillah qardaşlar, bugündən Allahın izni ilə Şeyx Rabinin, Allah ona rəhmət etsin, kiçik bir risaləsi var. Bunu elm tələbələri üçün yazıb. İnşallah bizim hər birimiz üçün Allahın izinə uyğun bir risalədir. Peyğəmbər sallallahu aleyhi ve sellemin hədislərindən toplayıb. Adı belədir ki, Müzəkkiratul Əhadisin Nəbəvi fil Əqidəti vəl İtbə. Yəni, əqidə məsələsində və Peyğəmbər sallallahu aleyhi ve sellem olan tabiçilikdə bəzi hədisləri zikr edir. İnşallah elə bilirəm ki, hamımız üçün faydalı olar. Allah Teala Şeyx Rabiyə rəhmət eləsin və bilirsiniz ki, Şeyx Rabi Əhl-i Sünnə vəl Cəmanın böyük alimlərindən olub. Allah ona rəhm etsin, Allah onun anasına da rəhm etsin. Şeyx Rabinin atası təxminən Şeyx Rabinin 5 və 6 yaşı olanda dünyasını dəyişib. 5 və 6 yaşı olanda dünyasını dəyişib. Əmlərindən biri onu himayə eləyir, baxır, yəni gözü onun üzərində olur. Qardaşı oğlu idi və xüsusən anası ona çox diqqət edir. Anasının yanında qalır və anası baxır, deyir ki, yönəldəcəm onu elmə. Belə o yaşlarından yönəldir Şeyx Rabini. Elm öyrənməyə, Quranı əzbərləməyə, sonra başlayır, davam edir. Şeyx öyrənir. Bundan əvvəl bir qıssə danışmışdıq. İnşallah onu qısa olaraq toxunum. Evladlar üçün dua eləmək, qardaşlar, valideynlər tərəfdən vallahi böyük bir əməldir. İbn Baz, Allah ona rəhmət eləsin, Abdüləziz İbn Baz, adı nə idi onun? Abdüləziz. Və qardaşı da var idi Muhammed. Şeyxin anası Ummu Məhəmməd deyirdilər. Və bilirsiniz, İbn Baz rahimehullah gözlərini neçə yaşında itirib? Bəziləri deyir 14, 15, 16. İndi götürsək 16 yaşından anası onu aparır, yadda qalırdılar. Həkimə aparır və həkim belə qərara gəlir ki, artıq gözləri görməyəcək. Və anası kədərlənir, əyləşir koridorda, həkimin yanından çıxır, əyləşir koridorda, gözləyir və ağlayır. İndi anasıdır, kədərlənib, evladı gözləri intirir və deyir ki, bundan sonra görməyəcək. Həyatında böyük dəyişiklik idi. Və salih bir qadınlardan biri anasını belə görür, yaxınlaşır. Deyir ki, nə olub sənə? Ne üçün ağlayırsan? Və fikir versəz, məqamlara fikir veriblər, qardaşlar, vallahi. Həris adamları idi. Quran sünnənin dəlillərini başa düşürdülər. Deyir ki, nə olub sənə? Deyir ki, bəs belə-belə. Həkim dedi ki, oğlun daha görməyəcək. Asabəhul əmə, gözü kör olub. Deyir ki, ağlamağın heç nə dəyişməyəcək. Onun gözləri qayıtmayacaq. Amma bu halın var, indi kədərli halın. Narahatsan, kədərlisən. Bu anda Allah sənin duanı qəbul eləyər. Get dəst namaz al, 2 rükət namaz qıl. Allaha dua elə ki, Allah ona kömək olsun. Gəlir dəst namaz alır, namaz qılır. Orada qadın nəyə fikir verir, qardaşlar? Allah deyir ki, əmmən yucibul muttarra idə dəə və yəkşifus su əl-əyə. Çarəsiz olan insanın o çarəsizliyini aradan qaldırıb, pisliyi ondan soğuşduran kimdir? Allah da subhanahu wa ta'ala hamımızdan bilirik. Gedir dəst namaz alır, dua edir Allah ki, ey Rəbbim, onu qoru, ona kömək ol və onu ümmət üçün faydalı et. Və İbn Bazı da hamımız tanıyırıq. Görürsünüz? Onu ümmət üçün faydalı et. Ondan bu məsələni danışan şeyx deyir ki, anası fikirləşirdi ki, ona kim baxacaq məndən sonra? Mən ölsəm, onun gözü ki, ona kim baxacaq? Qadındır ki, get dua elə Allaha. Gəlir, dua eləyir. Anası dərdin çəkirdi ki, ona kim baxacaq? Allah elə elədi ki, o ümmətə baxırdı. Ümmətin fətvaları ona qayıdırdı. Mərci'ül uləmə idi öz vaxtında. Allah rəhmət eləsin. Ona görə valideynlərin evlatları üçün dua eləməsi, Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? 3 nəfərin duası rədd olunmaz. Ondan biri kimdir? Valideyndir, atadır, anadır. Şeyx Rabinin də anası onun üçün dua edir və onu yönəldir şəriəti öyrənməyə. Öyrənir və Şeyx Rabi, Allah ona rəhm etsin, əsrimizin böyük alimlərindən olur. Və böyük alimlərin demək olar ki,
Hər birisinin ona tərifi var, təzkiyəsi var. Və şeyx həris idi dəvətə. Gənclərə çox can yandırırdı. Baxsaz onun səslərinə görərsiniz ki, əksər səslərində deyir ki, ya şəbəbəl ümmə, ey ümmətin gəncləri, ey cavanlar, ey oğlanlarımız, vallahi deyir, biz yatmırıq, siz azmayasız deyə. Gecələri yatmırıq, siz azmayasız deyə. Belə alimlərdən idi. Qısa olaraq belə şeyxin həyatından bütün tələbələr danışıb, mən də bir balaca şeyx dünyasını dəyişəndə danışmışdım, istəyən inşallah dinləyə bilər. Deməli, şeyx burada gətirir hədislərdən birinci hədis İbn Abbasın hədisidir. Hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Muaz ibn Cəbəli göndərir hara? Yəmənə. Şeyx başlıqda belə ad qoyub ki, mənhəcü dəvəti ilallah. Allaha dəvət eləməyin yolu. Qardaşlar, bu hamımız üçün bir, necə deyərlər, bir yoldur. Hamımız baxmalıyıq ki, Allaha necə dəvət edir? Məsələn, mən müsəlmanam, sən müsəlmansan, fikirləşirsən ki, mən bir insana necə dəvət eləyə bilərəm? Allah necə təyin eləyib? Muhammed sallallahu aleyhi ve sellem necə təyin eləyib? Elə. Elə eləsə daha bərəkətlidir. Şeyx burada gətirir hədisi ki, o zaman ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Muazı göndərir Yəmənə. Və ona nə deyir? Deyir ki, onları dəvət elə. Fədi'uhum göndərəndə deyir ki, sən gedirsən elə bir qövmə ki, elmlidirlər. Əhli kitabdırlar. Yəni, elmləri var, elmdən xəbərləri var. Çünki onlar zahil deyirlər. Allah onlara kitab vermişdi. Elm var idi onlarda. Alimlər deyirlər ki, fayda kimi, yəni deyir, ged hazırlaş. Ged hazırlaş, məlumatın olsun qabaqcadan. Sonra deyir ki, fədi'uhum ilə şəhədəti ən la iləhə illallah. Onları tək Allaha ibadət eləməyə dəvət elə. Başqa rivayətdədir ki, ilə ən yuvahhidullah. Allahı təkləşdirməyə dəvət elə. Və inni rasulullah. Və onlara de ki, mən Allahın rasuluyam. Yəni şəhadətə. Fəinhum ata'uk və ya fəinhum ata'u lizəlik. Onlar sənə bu məsələdə, yəni şəhadətdə itaat eləsələr, qəbul etsələr, fəə'limhum ənəllah iftarada aleyhim xamsə salavatin fi kulli yemin və leylə. Onlara öyrət ki, nəydən sonra öyrət? Tövhiddən sonra. Əgər tövhidi qəbul eləsələr, bu onu göstərir ki, tövhid olmasa başqa əməllərdir. Şirk gətirəcək, başqa əməllər düşür ara təhlükəyə. Ömrü boyu böyük əməllər edəsən, lakin əsası tövhid deyil. Allah qəbul eləməyəcək. Deyir ki, onlara dəvət elə 5 vaxt namaza. 5 vaxt namazı qılsınlar. Gecə gündüz 5 vaxt namazı qılsınlar. Sonra buyurur ki, fəinhum ata'u lizəlik. Bunda da sənə qulaq assalar, itaat eləsələr, fəə'limhum ennəllah iftarada aleyhim sadaqatan tu'xadu min əğniyaihim fəturaddu alə fuqaraihim. Onlara bildir ki, Allah onların varlıların malında kasıblara veriləcək bir haqq qoyub. O da nədir? Sədəqə, yəni zəkat. Sonra buyurur ki, fəinhum ata'u lizəlik. Bunu da qəbul etsələr, fəiyyəki və kəraimə əmvalihim. Mallarının yaxşısını götürməkdən çəkin. Zəkatda bilirsiniz də, nə ən yaxşısını, nə də ən zəifini. Orta mal götürsən, şeyx inşallah indi gətirəcək. Sonra deyir ki, vəttəqi dəvətəl məzlum. Məzlumun duasından qox. Yəni, mallarının ən yaxşısını götürsün, sənə üçün Allah bəddua eləyərlər. Çəkindirir Peyğəmbər sallallahu aleyhi ve sellem. Sonra buyurur ki, فَإِنَّهُ لَيْسَ بَيْنَهَا وَبَيْنَ اللّٰهِ hicab. Məzlumla Allahın arasında hicab yoxdur. O nə deməkdir? Yəni, birbaşa Allaha dua eləsə, qəbuldur. Hətta kafir olsa qardaşlar, çünki hədis nəyə göstərir? Onlar kafir olsalar da belə, onlara zülm eləmək olmaz. Allaha bəddua eləsələr, qəbul olardı. Hədisi rivayət edib İmam Buxari, İmam Muslim, İmam Nəsai, İbn Məcə, İmam Dərim, İmam Əhməd, böyük alimlər rivayət edib, Allah hamısına rəhmət etsin. Şeyx buyurur ki, burada hədisdə, hədis kimdən gəldi? Abdullah ibn Abbasdan. Hicrətin 68-ci ilində vəfat edib. Abdullah ibn Abbas Hicrətin 68-ci ilində vəfat edib. Və sonra burada gətirir ki, İbn Abbas ümmətin dəryalarından idi. Bəhr. Niyə üçün bəhr deyirlər? Şeyxdir ki, ona niyə bəhrul ümmə və ya habrul ümmə deyirlər? Lisə'ti ilmihi, elminin geniş olduğuna görə. Peyğəmbər sallallahu aleyhi ve sellem onun üçün dua eləmişdi. Allahümmə fəqqihu fiddin və allimhu tə'vil. Allahım onun dilində fəqih et və ona təvili, yəni təfsiri öyrət. Allah da vermişdi ona. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem kimin üçün dua eləyirsə, onun duası qəbul edildi. Deməli, dəyərli qardaşlar, Abdallah ibn Abbasdır. Nə deyirlər? Abdallah ibn Abbas. Adı nədir? Abdullah. Və Əbədilə var. Əbədilə kimlərdir? 4 dənə Abdullah deyirlər. Birincisi elə budur, Abdullah ibn Abbas. İkincisi Abdullah ibn Ömər. Üçüncüsü Abdullah ibn Zeyd. Dördüncüsü Abdullah ibn Amr ibn As. Bu sahabələr 4'ü də çox hədis rivayət edənlər olub.
çox hədis rivayət edənlər olub və demək olar ki, bunların hər birisinin öz vaxtında bunların əməllərinə baxılırdı. İnsanlar baxırdılar hansısa bir əmələ, deyirlər ki, bunu Əbəd ilə eləməyib. Deyirlər ki, bunu Əbəd ilə eləməyib. Yəni 4 dənə Abdullah bu şeyi eləməyibsə, çünki onlar hədis əhlidir. Hədisləri ən çox bilən, ən çox rivayət edən, hədis əhli olduqlarına görə insanlar onların əməli ilə ölçürdülər. Deyirdilər ki, əgər Əbəd ilə 4 dənə Abdullah bu şey eləməyibsə, bu dindən deyil. Bu qədər onlara insanlar dönürdülər. Sonra şeyx burada buyurur ki, hədisdə keçən bə'sə, yəni o kəlmə nə deməkdir? Arsala, yəni göndərdi. Əhli kitab deyəndə kim nəzərdə tutulur? Yahudilər və Nəsranilər. Sonra buyurur ki, onları şəhadətə dəvət et nə deməkdir? Yəni onları dəvət etməyə onlar haqqı ilə etiraf eləsinlər ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur. Ondan başqaları isə nədir? Batildir hamısı. Onlara ibadət eləmək batildir. Zəlikə bi ənəllaha huval haqqu. Başqa ayda Allah nə deyir? Bu ona görədir ki, Allah haqq və ənə min zəlikə bi ənəllaha huval haqqu və ənə mə yəd'un min dunihi huval batil. Bu ona görədir ki, Allah haqqdır. Onların Allahdan qeyri ibadət elədikləri nədir? Hamısı batildir. Hamısı batildir. Və burada qeyd eləmək lazımdır ki, qardaşlar, o adamlar ki, deyirlər ki, Allahdan başqa ilah yoxdur, o Qurana ziddir. Niyə görə? Çünki Allah özündən başqa ilahların olduğunu Quran-ı Kərimdə isbat edib. Lakin batil olduqlarını da deyib. Allah Teala nə deyir? Allah Teala deyir ki, فَمَا أَغْنَتْ عَنْهُمْ آلِهَتُهُمُ الَّتِي الْآيَةِ Onların Allahdan qeyri ibadət elədiyi ilahlar Allahın əzabı onlara gələndə onlara heç bir fayda vermədi. Bu nəyə göstərir? İlahlar var. Ona görə la ilahe illallahı biz öyrədəndə insanlara nə deyirik? Allahdan başqa ibadətə layiq olan haqq ilah yoxdur. Yoxsa belə ilahlar var. Kim ibadət olunursa Allahdan qeyri, artıq onu ilahlaşdırıblar. Sonra burada buyurur ki, yəni onları dəvət elə, tək Allaha ibadət eləmək, yəni ibadətlərdə Allahı təkləşdirsinlər. Sonra deyir ki, onlara vacib eləyib. Nəyi vacib eləmişdi birinci qardaşda şəhadətdən sonra? 5 vaxt namazı. 5 vaxt namazı. İkinci nə idi? Zəkatı. Sonra buyurur ki, sənə itaat etsələr. İtaat nə deməkdir? Boyun əyib əmrləri yerinə yetirsələr. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm göndərdiyi sahabəni. Sahabə kim idi göndərdiyi? Muad ibn Cəbəl. Muad ibn Cəbəl qardaşlarım vəfat eləyib hicrətin 18-ci ilində 38 yaşında. Bizdən bir çoxumuzun yaşında. Muhammed sallallahu əleyhi və səlləmin sahabəsi olub. Allah onların hamısına razı olsun. Sonra Şeyx Rabi burada buyurur ki, onların mallarından ən yaxşısını götürməkdən çəkin. Yəni xiyarul əmval və ənfəs və əksəruhu thəmənən. Yəni hansının qiyməti daha çoxdur? Hansı ki onlar nəfsləri ona bağlanıb, ona dəyər verirlər, onu götürmə. Yəni ən yaxşısını götürmə. Şeyx Rabi burada buyurur ki, hədisin ümumi mənasında, hədis bizə nəyə göstərir? Allaha dəvət eləyən adam baxsın bu hədis necə dəvət eləyir. O cür dəvət aparsın. Mənhəcə öyrədir. Birinci nə idi? Tövhid. Baxsaq Quran-ı Kərimdə Allah Teala peyğəmbərləri göndərdiyi hər bir qövmdə zina var idi, qumar var idi, içki var idi, oğurluq var idi, zülm var idi və s. Heç birindən başlamadı. Neydən başladı? وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ Biz hər bir ümmətə Allaha ibadət edin, tağutlardan, o batil ilahları, onlardan çəkinin deyən elçilər göndərdi. Ən birinci iş nə olub? Peyğəmbərlərin tək Allaha dəvət eləmək olub. Sonra şeyx burada buyurur ki, yəni onlara öyrət ki, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm demək istəyirdi ki, onlara öyrət ki, ibadətlərdə Allahı təkləşdirsinlər, şirkin böyüyündən, kiçiyindən çəkinsinlər və mənim Allahın Rasulü olduğumu qəbul eləsinlər. Sonra Şeyx Rabi, Allah ona rəhmət etsin, buyurur ki, insan Allahdan qeyri heç kimi çağırmalı deyil. Allahdan qeyri kiminsə ibadətdən hər hansısa bir şey payı yoxdur. وَعْبُدُ اللّٰهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا Allah nə deyir? Allaha ibadət edin, heç bir şey ona şərik qoşmayın. Kimsə deyir ki, qardaşlar, Peyğəmbər bəyəm heç kimdir, mələk heç kimdir, İmam Hüseyin heç kimdir, İmam Əliyə sən heç kim deyirsən, biz onlara heç kim demirik. Bəli, onlar kimlərdir? Muhammed sallallahu aleyhi ve sellem məxluqatın ən üstünüdür. Özü deyir ki, Muhammed sallallahu aleyhi ve sellem ənə seyyidu vələdi ədəm vələ fəxr. Qiyamət günü üçün deyir ki, mən qiyamət günü insanların, Adəm evladının ağasıyam, amma mən bununla fəxr eləmirəm. Bir şey versən, hansı məqama çatırsa çatsın Muhammed sallallahu aleyhi ve sellem
ibadətdən heç bir şey onun haqqı deyil. Ona görə Allah deyəndə ki, "Va'budullaha və la tuşriku bihi şey'ən", Allaha ibadət edin. Ona heç bir şey şərik qoşmayın. Şeyən ərəb dili bilən qardaşlar bilirlər. Nəkirədə gəlib, yəni inkarda gəlib ona görə ümumiliyə əhatə eləyir. Kim olursa olsun, nə olursa olsun onu Allaha ortaq qoşmaq olmaz. Peyğəmbər sallallahu əleyhi və səlləm Allah nə deyir? "Qul la emliku li nefsi naf'an və la darra illa ma şa'allah. Və law kuntu a'lamul gayb lastaktartu minel hayr və ma massani as-su." Bir onlara deyir ki, mən özüm üçün, hətta özü üçün deyir, qaldı ki onlar üçün, ümmət üçün. Deyir, mən özüm üçün heç bir xeyrə, zərərə malik deyiləm. Allahın istədiyindən başqa. Əgər qeybi bilsəydim, özüm üçün xeyri çoxaldardım. Və mənə ziyan da toxunmazdı. Ənəs deyir ki, radiyallahu anhu, Uhud döyüşü günü Peyğəmbər sallallahu əleyhi və səlləmin başı yarıldı, dişləri sındırıldı. Hətta əsəbləşmiş dedi ki, "Keyfə yuflihu qavmun şəccu nəbiyyəhum." Öz peyğəmbərinin başını yarıb dişini sındıran bir qövm necə nicat tapa bilər? Şəhsən insan idi, yeyirdi, içirdi, xəstələnirdi, bazarlarda gəzirdi, qadınlarla evlənirdi. Şənini aşağı salmırıq əbədən, lakin insandır. Olmaz ona ibadət eləmək. Hətta Ömərdən gələn rivayətdə Muhammed Abdullah kitabı Tövhiddə gətirir, deyir ki, Muhammed sallallahu əleyhi və səlləm: "La tutruni kema atratun nasara ibn Məryəm." Nəsranilər Məryəm oğlu İsa'nı şirkdikləri kimi məni şirkməyin. Nə edin? "Qulu Abdullahi və Rasulu." Deyin ki, Allahın qulu və Rasuludur və salam. Abdun İbn Qayyim deyir ki, quldur la yu'bad, ibadət eləmək olmaz ona. Rasulun la yukezzeb, rasuldur, yalan saymaq olmaz onu. Ona görə Allahdan qeyri kim olursa olsun ona ibadət eləmək olmaz. Sonra şeyx burada buyurur ki, Allahdan qeyrisini çağırmaq olmaz, Allahdan qeyrisindən kömək istəmək olmaz. Kömək deyəndə burada qeyd eləmək lazımdır ki, qardaşlar, bəzi insanlar deyirlər ki, Allahdan qeyrisindən kömək istəyən, məsələn, Süleyman əleyhissalam onda şirk qoşub. O vaxt ki, məsələn, biri dedi ki, mən onun göz qırpımında sənin üçün gətirərəm, Süleyman da ondan razılaşdı, gətirdi, deməli, Allah Taala ortaq qoşub. Başa düşmür adam. Allahdan qeyrisindən istəməyin hər birisi şirk mənasında deyil. Sən ağac bastırmaq istəyirsənsə və ya məsələn bir quyu qazmaq istəyirsənsə, kimsə gəlib sənə kömək eləyə bilər və sən onu çağıra bilərsən. Niyə görə? O ona qadirdir. Sən gedib İmam Hüseyndən evlad istəyirsənsə artıq şirkdir. Qadir olmadığı bir şey ondan istəyirsən. Sən Muhammed sallallahu əleyhi və səlləmdən ruzu istəyirsənsə, bu artıq şirkdir. Sən gedirsən Mir Mösümdən nəsə istəyirsən, hansı ki o şey Allah qadirdir. Bəli, bu şirkdir. Sən bunu şirk demirsənsə və salam. Şirkdən xəbərin yoxdur. Ona görə biz insanlara öyrədirik ki, Allaha ortaq qoşmaq olmaz. Şirkin də təhlükəsi nədir? Şirklə ölsən Allah səni bağışlamayacaq. İnnallaha la yaghfiru en yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Allah özünə ortaq qoşulmasını bağışlamaz. Ondan daha aşağı günahları istədiyinə bağışlayacaq. Sonra burada Allah Teala buyurur ki, Maidə surəsi 72-ci ayədə, baxın şirkin bəlasına, "İnnehu men yushrik billah", kim Allaha ortaq qoşsa, kim Allah Teala'ya ortaq qoşsa, fəqad harramallahu aleyhil cənnə. Allah ona cənnətə girməyi haram eləyir. Vəssalam, sənin cənnət haramdır. Niyə? Allahın haqqını başqasına ver. Sənin haqqı bu dünyada kiməsə verəndə qatırsan aləm bir-birinə. Dünyanı dağıdırsan, necə deyərlər? Niyə? Mənimdir, zülm eləyib, haqqıma girib. Bəs Allah, nə oldu? Gəlsən qəbrə qurban kəsirsən. Gəlsən Allahdan qeyrisindən istəyirsən. Ədalətsizdir. Fikir versən. Allah da sənə haram eləyəcək cənnəti. Niyə görə haqqını başqasına versən? Sonra Allah Teala buyurur ki, وَمَأْوَاهُ النَّارِ Elə adamın sığınacağı cəhənnəmdir. وَمَا لِلظَّالِمِينَ مِنْ أَنْصَارِ Zalimların da heç bir köməkçisi olmayacaq Allah qatında. Və sonra burada şeyx gətirir ki, şəhadət kəlməsi, la ilahə illallah, sadəcə deyilən bir kəlmə deyil. Yaşamağı tələb edən kəlmədir. Neçə şərti var, qardaşlar, la ilahə illallah? 7 dən şərti var. İnşallah deyək kimin yadında qalsa, gözəl olar. Birinci şərti elmdir, hansı ki insandan cahilliyə aparır. İkinci şərti yəqinlidir ki, hansı ki insandan şəkkə aparır. Üçüncü, qəbul eləməkdir. O kəlmənin mənalarını, hansı ki insandan o rəddi, kəlməni rədd eləməyə qaldırır, aparır. Dördüncü isə əl-inqiyad, yəni tərkin əksi olan inqiyad. O kəlməni qəbul edirsən, boyun əyirsən, tərk eləmirsən kəlməni. Beşinci, ixlas, şirkin əksi olan ixlas. Altıncı, yalanın əksi olan sadiqlik. Yalanın əksi olan sadiqlik. Yeddinci isə əl-məhəbbə, sevmək. La ilahe illallah, sevmək. İbadətləri Allah'a sevərək yerinə yetirmək. Allaha şirk qoşmamaq. Bunlar hamısı sevgidir. Nifrətin, qəzəbin, kinin əksi olan nə? Sevgi. Sonra buyurur ki, Muhammed sallallahu aleyhi ve sellem dedi ki, onlara öyrət ki, mən Allahın Rasuluyam. Şeyx burada buyurur ki, la ilahe illallahı başa düşdük.
Muhammed Rasulullah sallallahu aleyhi ve sellem deyəndə nəyi tələb eləyirsə səndən gərək ona əməl eləyəsən. Sadəcə mən deyirəm ki, Muhammed sallallahu aleyhi ve sellem Allahın Rasuludur, belə yox. Gərək onun tələblərini də yerinə yetirəsən. Tələblərindən biri nədir? Verdiyi xəbərləri təsdiqləməlisən. Onun əmrlərinə itaat eləməlisən. Çəkindirib qadağa etdiyi şeylərin hamısını eləməlisən? Tərk eləməlisən. Və Allaha yalnız onun şəriəti üzərində ibadət eləməlisən. Bugün kimsə deyə bilər ki, sən Allaha Muhammedin sallallahu aleyhi ve sellemin şəriətindən ibadət elə, mən də İsa'nın şəriətindən ibadət eləyirəm. Biz nə deyirik? Olmaz. Çünki o gələndən sonra bütün şəriətlərin hamısında onun nəsx olunub hökmündən çıxıb. Ona görə Allah təala bu ki, "İnne dine indallahil İslam." Allah katında qəbul olunan din asıdır, İslam dinidir. Elməlidir ki, İslam deyəndə bütün peyğəmbərlərin dini İslam olub. Bu ayədə İslam deyəndə, yəni Muhammed sallallahu aleyhi ve sellemin şəriəti, namaz, oruc, zəkat, həc və s. Çünki əvvəllər də olub, həc olub, oruc olub, namaz olub, aydındır. Onların namazını yox, Muhammed sallallahu aleyhi ve sellemin öyrətdiyi kimi namaz qılmasın. Sallu kəmə rəaytumuni usalli. Məni necə gördünüz namaz qılan qılın. İsa'nı necə gördünüz namaz qılan qılmayın. Aydındır qardaşlar. Sonra burada şeyx buyurur ki, hər bir müsəlman son olaraq deyir ki, hər bir müsəlman gərək bu iki şəhadəti öyrənsin, yaşasın və Allaha dəvətin mənhəcini öyrənsin. Nə idi Allaha dəvətin mənhəci? Tövhid. Birinci tövhidi gərək. Həm özünü öyrənəsən, həm də insanlara deyəsən. Sonra namaz, sonra zəkat və s. Hədisdə gələn və gəlməyən ibadətləri həm özün eləyib, həm də insanlara öyrədəsən. Şeyx burada buyurur ki, faydalar var hədisdə. O faydalardan biri, qardaşlarım, tövhid İslamın əsasıdır. Çünki tövhidlə başlatdı hədisi. İkinci fayda, tövhiddən sonra İslamın ən əzəmətli ərkanı hansıdır? Namazdır. Üçüncüsü isə namazdan sonra ən əzəmətli ərkan hansıdır? Zəkatdır. Sonra buyurur ki, dördüncü isə zəkat kimin işidir? Əmir sahibinin. Çünki Muhammed sallallahu aleyhi ve sellem göndərdi, təyin elədi ki, get, sən götür. Sonra buyurur ki, zəkat alınıb kimə verilir? Varlıdan alınıb kasıba verilir. Sonra buyurur ki, altıncısı isə deməli, altıncıda buyurur ki, zəkat götürəndə malın ən yaxşısını deyil, orta olanı götürməlisən. Sonra buyurur ki, yeddincidə zülmün bütün hamısından çəkinməlisən. Çünki Muhammed sallallahu aleyhi ve sellem nə dedi ona? وَاتَّقِي دَعْوَةَ الْمَظْلُمِ Məzlum adamın duasından, yəni bəd duasından qorx. Çünki Allaha bəd dua eləsə sənin haqqında, Allah onu qəbul edəcək. Sonra burada gözəl bir fayda qeyd edilir, şeyx hədisdən çıxan faydadır. Deyir ki, qabulu xəbəril vahidil əl-ədl fil-əqidəti və mə yucibil əməl. Buyurur ki, əqidə məsələsində xəbəri gətirən adam adildirsə, vəssalam xəbəri qəbul olunur. Bugün görürsən, filan kəs yalancıdır, filan kəs 15 manatlıqdır və s. deyirlər. Peyğəmbər sallallahu aleyhi ve sellem göndərdi Muazı, tək idi, dedi, get onlara çatdır. Adam adil adam idi, etibarlı adam idi, əqidədən danışırdı onlara, mənhəcə öyrədirdi. Onlar da qəbul eləməlidirlər. Qəşəng fayda çıxardır, şeyh fikir versən, mənhəc adamıdır. Kimsə xəbər gətirdi, əqidəsi, mənhəci salamatdır, yalan görməmişik, dinində etibarlı adamdır, o xəbəri qəbul olunur. Ona görə Allah nə deyir? وَاِنْ جَاءَكُمْ فَاسِقٌ بِنَبَئٍ فَتَبَيَّنُوا Fasıq xəbər gətirəndə araşdırın. 3 nəfərə bölüb, 3 qismə bölüblər alimlər. Var sadiq adam xəbəri dərhal qəbul olunur, var kəzəb adam xəbəri dərhal rədd olunur, var fasıq araşdırılır. Ona görə Allah deyir ki, فَتَبَيَّنُوا Siz araşdırın. Sonra burada buyurur ki, şeyx sonuncu, dəvətçi adam nə etməlidir? Əhəmiyyətli məsələlərin ən əhəmiyyətlisi hansıdır? Onunla başlamalıdır. Bütün bu əməllər, hədisdə keçənlər əhəmiyyətlidir. Ən əhəmiyyətlisi hansıydı? Tövhid. Ona görə tövhidlə başladı. Gərək biz hamımız da onunla başlayaq. Son olaraq qardaşlar, Şeyx Muhammed ibn Salih Əl-Ütheymin, Allah ona rəhmət etsin, deyir ki, dəvətçiyə vacibdir ki, nəyə dəvət edirsə insanları ilk özü ona əməl eləsin. Nəydən çəkindirirsə ilk özü ondan çəkinsin. Hətta Allah onun dəvətinə bərəkət versin. İnşallah bu qədər gələn dəstə davam eləyərik. Aqulu ma sami'tum və əstəğfirullah li və lakum və lisəl muslimin min kulli zənbin fəstəğfiruhu innehu huvəl ğafurur rahim.